3 il ard-arda Avropa çempionu adını qazanan Əsrət Cəfərov bu mənada 4-cü çempionluğunu əldə etməyə hazırlaşır və Əsrət Cəfərov arenaya dəvət olunur. Əsrətin aslan baxışları əvəzsizdir. Əsrət Cəfərova qədər son Avropa çempionu adını bu çəki dərəcəsində məhz Murad Fırat qazanıb, bir daha qeyd edək və ondan sonra Əsrət Cəfərov dominantlıq etməyə başlayıb 67 kiloqram çəki dərəcəsində heç kimə aman vermir. Murad Fıratı görürük, Əsrət Cəfərovun rəqibi məhz odur. Bugün Murad Fırat üçün yaxşı bir şans var. O öz medal kolleksiyasını, belə deyək, komplektini tamamlaya bilər. 2 dəfə Avropa çempionatının bürünc mükafatını qazanıb, bir dəfə qızıl medalı var. Bugün də gümüş medalla, belə demək olarsa, öz komplektini tamamlaya bilər. Təbii ki, biz burada o mənadan bunu söyləyirik, çünki bütün arzumuz Əsrət Cəfərovun bu görüşdən qalib ayrılması ilə bağlıdır. İnanıram ki, Hacı Əliyev bu görüşü izləyir və onun uğurlarının təkrarlanmasını istəyir və inanıram ki, görüşün sonunda biz Əsrət Cəfərovu artıq 4 qat Avropa çempionu kimi görəcəyik və Hacı Əliyevlə Avropa çempionatlarının medallarına görə bir sırada sayacaq. Qarşılaşma start götürdü Əsrət Cəfərova, uğurlar arzulayırıq. İlk dəqiqələrdən görək hansı güləş üslubunu seçəcək Əsrət. Görüşdən də görünür ki, düzgün analiz olunubdur. Hər iki güləşçinin taktiki gedişatı və Murad Fıratın tuşlarından mən görürəm ki, Əsrətə biz ona kontratak deyirik, yəni əks ataklarını edir. Amma Əsrət Cəfərovdan imkan vermir ki, bu hazırlanmış taktikanı istifadə etsin Murad Fırat. Və Əsrətin indi tərpətməyi bu vəziyyətdə doğrudur. Hal-hazırda aktiv vəziyyətdədir, ortanı qoruyur və zonada saxlayıb rəqibi. Bu gedişat belə gedərsə, ilk pasivliyi verəcəklər Murad Fırata və gedişat da onu göstərir. Artıq yan hakimin sağ əlinə baxsaz, görərsiniz ki, hazır vəziyyətdədir. Bir neçə saniyə sonra yəqin ki, hakim görüşü saxlayacaq, elə ki, tələsmir qərarını verməyə. Bir il öncə 55-56 saniyədə artıq pasivliyi verdilər. İndi bu il baxıram ki, biraz vaxtı uzadıblar. 1 dəqiqə 20 saniyə, bəzən 1 dəqiqə 30 saniyə və indi görürük ki, 1 dəqiqə 30 saniyədə pasivliyi verirlər. Əsrət Cəfərovun aktivinə bir xal yazılır. Görək, parter vəziyyətində xal qazana biləcəkmi Əsrət? İşarə gəlir. Rəqibi tutub çevirə biləcəkmi Əsrət Cəfərov? Bağlayıb da Əsrətin tərəfini, sol tərəfi, amma ayaq girsə Əsrət qaldıracaq. Ayaq girdi. Qaldırır rəqibi. Düzəlt, tələsməsin geri. Atma fəndi tam şəkildə 4 xallıq. Bir də edə bilər. Tam təmiz formada yerinə yetirildi bu fənd. Hakim tələsdi. Hakim çox tələsdi, hakim. İzləyirik, bax belə Əsrət Cəfərov möhtəşəm şəkildə yerinə yetirdi. Atma fəndini 5-0 üstünlüyü var təmsilçimizin. Növbəti hücumları görək necə olacaq. Ümumiyyətlə, növbəti gedişatı necə seçəcək Əsrət Cəfərov? Məşqçi əslində Nurəddin müəllim kənardan düzgün verir, tapşırıqlarını qoyma dincəlsin. Bu vəziyyətdə biraz öncə biz Tibilovun görüşündə gördük. Rəqibə imkan vermək olmaz özünə gəlsin. Çox düzgün tapşırıqlar verir müəllim və boşalma, qoyma dincəlsin. İmkan vermək olmaz ki, rəqib özünə gəlsin.
Çünki əgər neytral güləş gedərsə, hətta belə 70-in 30-a belə görüş olarsa, ikinci hissədə parteri həsrətə cəzalandıracaqlar və Murad Fırata şans verəcəklər. İlk hissə isə başa çatdı. İlk 3 dəqiqədən sonra Həsrət Cəfərovun üstünlüyü var. Ümumi birinci hissəni təhlil etsək nələr demək olar? Birinci hissədə ayaq üstündə taktika qurulmuşdu, lakin belə deyək, fiziki cəhətdən Həsrət ondan güclü olduğu üçün bu taktika özünü göstərmədi və eyni zamanda parterdə də Həsrətin hansı tərəfə götürdüyünü bilirdilər və sol tərəfi bağlamışdı, görsəydiniz, diqqətlə baxsaydınız Murad Fırat. Lakin ani Həsrətin ayağını lazım olan yerə qoyması artıq mənim belə deyək, vizyonumda göründü ki, Həsrət artıq fəndi işlədibdir. Sadəcə orada bir məqam var idi ki, 2 xallı olacaq və ya 4 xallı olacaq. Həsrət də tam yararlandı, 4 xallı oldu. Və ikinci hissə indi start götürəcək. Həll edici anlar. Hər şeyə aydınlıq gələcək. İkinci hissə. Həsrətin böyük üstünlüyü var, ardını əfsanəvi güləşçimiz Eldəniz Əzizlini gördük ekranımızda. Hətta o Nihat Məmmədlinin görüşündə çox həyəcanlıydı. Bəli. Ekranlarda onu görürdük. Eldəniz Əzizli çıxış etməsinə baxmayaraq, federasiya rəhbəri və məşqçilər korpusu qərar aldı ki, Eldəniz Əzizli komandanın kapitanı olduğu üçün komandanın yanında olmalıdır. Və federasiya rəhbəri də bu qərarı verdi ki, kapitan komandanın yanında olmalı və onlara ürək-dirək verməlidir, həvəs verməlidir. Görürük ki, burada indi hakimlər Həsrət Cəfərova aktiv güləşməsi ilə bağlı bir növ belə xəbərdarlıq edirlər. 4 xal Tələsdi Həsrət. Tələsdi. Yazılır. Gözlənilməz şəkildə. Mən Tələsdi Həsrət. Həsrət düşünmürdü bəlkə ki, bu formada fəndi düşəcək. Bu məqamlarda həmişə deyirəm, tələsmək olmaz. Heç nədən xal verdi. Amma Həsrət o gücdədir ki, ala bilər o xalı. Tələsmə. Həsrət Cəfərov o gücdədir ki, irəli atılır, görülür orada. Pasivdir, göy geyimli idmançı, yəni pasiv görünür, amma ayaq üstünə fənd olduğu üçün ola bilər ki, verməsin. Amma biz yan hakimə baxsaq görərik ki, artıq sol əli masa üzərindədir və bu bir siqnal idi ki, pasivlik verəcəklər. Əslində mən fikirləşmirəm ki, burada Həsrət pasiv idi. Üstünlük indiki vəziyyətdə Murad Fıratın tərəfindədir. Hər iki idmançı 4 xallıq fənd icra edir və sonuncu vərəfəndin icraçısı məhz Murad Fıratdır. Amma hər iki vaxta var və vəziyyəti özümüzə dəyişə bilərik. Həsrət o güclü olan idmançıdır ki, son saniyəyə qədər mübarizə aparır. Əsas məsələ indi parterdə belə deyək, düzgün müdafiə etməkdir. Geyimi güləş sadəcə vaxt aparır. Ayağa qaldırır hakim idmançıları. Hələ vaxta vardı, Həsrət xalını qaytara bilər. Dünən də gördük ki, son saniyələrdə bu lazımsız risk idi, heç lazım olmayan bir risk idi. Haydi Həsrət. Bu tutum Türk güləşçiyə sərf edir, Həsrətə sərf etmir. Ona görə Həsrət fənd axtarmalıdır. Hər hansısa bir vəziyyətdə tutub durmalı deyil. Ona görə də məşqçi kənardan verir öz tapşırıqlarına ki, girmə ora. İndi pasivliklə əslində cəzalandırmalıdırlar artıq Murad Fıratı. Artıq vaxtıdır. Bir 10 saniyə də keçsə bunu verməyəcəklər. Verdilər. Aha. Aşağıda istəyir Həsrət Cəfərov rəqibi. Haydi Həsrət, biz bilirik ki, onun atma, çevirmə fəndləri uğurlu olur. Bugün bir dəfə artıq belə bir fəndin şahidi olmuşuq. Ümid edək ki, yenə də bacaracaq. Görək götürə biləcəkmi? Haydi Həsrət. Ayağı girsə götürəcək. Getdi.
Qaldırır. Burada görmədik nə vəziyyət oldu. Nə baş verdi orada? Video təkrardan görə bilərik. Əli ayağına dəydi. Burada əslində belə deyək, cəzalandırılmalıdır. Amma bir də məqam vardı. Son zamanlar bilərəkdən olmayanda, yəni o fəndin icrasına təsir etməyərəkdən olanda hakimlər vermir. Amma burada mənim zənnimcə 2 xal xəbərdarlıqdır. Məsələ nə yerdədir? O həmin anda niyə Türkiyə idmançının aktivində 2 xal? Ola bilər ki, orada sadəcə tabloda çaşdılar və 2 xal ora əlavə etdilər. Yox, Əsəd altında qaldığına görə verdilər, amma challenge-dən sonra o dəyişməlidir. Yəni artıq qərarları hazırdırmı? Bir görüblər yəqin ki. Əl döşəkdən ayrılıbdır. Bu 2 xal xəbərdarlıqdır. Bu 2 xal xəbərdarlıqdır. Əl döşəkdən ayrılıb tam dəqiq. Challenge decision may be red breasted attack, blue breasted defensive leg foul. Sərqəldən pozur. Caution blue 2 point red. Challenge won. Bəli. Etiraz qəbul olunur. 2 xal Həsrətin aktivində yazılır. Türkiyə idmançının aktivindəki o 2 xal silinir. Üstünlük Həsrət Cəfərovdadır. Tam dəqiq 2 xal. Bəli, parterdən davam etməlidir yeri gəlmişkən vəziyyət. Çünki qayda pozulmuşdu həmin anda və mübarizə ilə parter vəziyyətində davam edirdi. İtirilmiş saniyələrdə bərpa olunur. Üstünlüyü Həsrət Cəfərovdadır. Və burada da öz lehinə vəziyyəti dəyişmək olar. Bir qədər də yaxşılaşdırmaq Çalışmalıdır, olar. biraz vaxtı aparmalıdır. Hakim isə demək olar heç imkan yaratmadı. Çünki Hakim bilirdi ki, Əsəd artıq risk eləmir, ona görə elətdi. Sadəcə kontakta girməməlidir Əsrət. son 20 saniyə. Haydi Həsrət. 15 saniyə. Dözmək lazımdır. Heç bir xətaya yer yoxdur. 10 saniyə. Avropa çempionluğuna, rekorda, şəxsi rekorduna, 4-cü Avropa çempionluğuna gedir Əsrət Cəfərov və beləliklə görüş başa çatır. Əsrət Cəfərov ardıcıl 4-cü dəfə Avropanın ən güclüsü adını qazanır. Təbriklər bütün Azərbaycan güləş ictimaiyyətini bu qələbə münasibəti ilə təbrik edirik və sizin də yəqin ki deyəcək sözləriniz var Rafiq. Paxıllıq edirəm Əsrətə. Yaxşı mənada paxıllıq edirəm. Yəni həmişə buna qədər medallarınızın sayı bərabər idi, siz ötüb keçdi. Qoy bu 4, bir dənə də 4 olsun üzərində, qoy 8 olsun, qoy 10 olsun. Qoy bizdə də 10 qat, 12 qat, 13 qat Avropa çempionları olsun. Həsrət buna qadirdir, Həsrətin elə gələcəyi öndədir. Mən inanıram ki, bundan sonra Həsrət bir neçə dəfədə Avropa çempion olmağa qadir olan idmançıdır. Təbrik edirik Həsrəti, təbrik edirik Həsrətin ailəsini, təbrik edirik Həsrətin məşqçilərini, şəxsi məşqçilərini, təbrik edirik Azərbaycan Güləş Federasiyasını, eyni zamanda xalqımızı təbrik edirik. Gözlənilən məqam artıq yetişdi və bu gün biz rahatlıqla bayram edə bilərik. Qaldı bir dənə qurban. Qurban da bu nəticəni təkrarlasın, bizi sevindirsin. Həsrət Cəfərov Azərbaycan bayrağı və fəxri dövrə vurur. Hakimlərin əlini sıxır. Və təmsilçimiz Avropa çempionu adını qazandı bugün. 4 dəfə. 4-cü Avropa çempionluğu və hamısı ardıcıl şəkildə 2023-cü ildən başlayan bu seriya davam edir. 2023, 24, 25 və 26